Salam, sabahınız xeyir olsun. 18 avqust 2026-cı il tarixdir. Yay fəslinin 59-cu günüdür. Rəbiəvəl ayının 5-ci günüdür. Rəbiəvəl ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Günümüz can sağlıqlı, gözəl, şad xəbərlərlə zəngin, bol bərəkətli keçmiş olsun. 18 avqust günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan dinc qulaqlı bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. 18 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, hər birinə can sağlığı, yəni məktəblərdir, orta ixtisas, ali məktəb tələbələridir və digər təhsili ilə məşğul olanlara zehin açıqlığı, yol açıqlığı olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehin açıqlığı, yol açıqlığı, işə vaxtlığı, müsahibə mərhələsindən də uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə uğursuz nəticə göstərənlərə isə ruhdan düşməməyi, böyük ruh yüksəkliyi ilə, can sağlığı ilə, zehin açıqlığı, yol açıqlığı ilə yenidən yüksək şəkildə hazırlaşaraq, imtahanlara qoşularaq, yüksək nəticələr əldə edərək, demək, yaxşı işlə təmin olunmalarını arzulayıram. 18 avqust günündə kimlər rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 18 avqust günündə kimlər xatırlanır, yad edilir, anılır, ruhları şad olsun. Onları xoş anmağa, yad etməyə, xatırlamağa hər birimizə arzularım. 18 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan dinc qulaqlı bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. 18 avqust günündə kimlərin ad günü, şad günü, xoş günüdür, peşə günüdür, işə qəbul günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. 18 avqust günündə də baş verən tarixi hadisələr vardı. 18 avqust günündə baş verən tarixi hadisələr isə bunlardır. 18 avqust eramızdan əvvəl 293-cü ildə Venera ilahəsinin şərəfinə Romada ən qədim məbəd inşa edildiyi gündür. 18 avqust 1201-ci ildə Riga şəhərinin əsası qoyulduğu gündür. 18 avqust 1868-ci ildə fransız astronom Pierre Jansen Günəş spektrində yeni elementi heliumu kəşf etdiyi gündür. 18 avqust 1919-cu ildə 107 il əvvəl Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edildiyi gündür. Yəni bu gün 18 avqust Azərbaycanda sərhəd qoşunları günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. Şəhid olan sərhəd qoşunlarımıza, eləcə də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərə can sağlığı, şəfalanmalarını arzulayıram. 18 avqust 1958-ci ildə Amerika Birləşmiş Ştatlarında Aleksandr Nabokovun Lalita əsəri nəşr edildiyi gündür. 18 avqust 1983-cü ildə Texasda baş verən qasırğa nəticəsində 22 nəfərin həyatını itirdiyi və ölkəyə 1 milyard dollar dəyərində zərər ziyan dəydiyi gündür. 18 avqust 2008-ci ildə Pakistan prezidenti Pərviz Müşərrəfin istefa verdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.